Get dincəl. Özünlə biraz tək qal dostum. Bu qaçmaq deyil, bu özünü xilas etməkdir. Hər yorğunluq bədənlə gəlmir. Bəzən insan başqalarının səsindən yorulur. Özünlə tək qal. Çünki sükutda kim olduğunu daha aydın görürsən. Səs çox olanda sən özünü eşitmirsən. Həmişə güclü görünmək məcburiyyəti yoxdur. İnsan bəzən dayanmalıdır ki, niyə getdiyini xatırlasın. Hamını başa düşməyə çalışmaq çox ağır bir yükdür. Sən hər kəsin dərmanı deyilsən. Özünlə tək qalanda bir həqiqət üzə çıxır. Səni ən çox yoran insanlar, sənə ən az dəyər verənlər olur. Dincəlmək tənbəllik demək deyil. Bu bərpadır. Qırılmış yerdən sağlam yol çıxmaz. Özünlə tək qal. Cavablar səsdə deyil, sükutun özündədir.